Hə. 12 iyul 2026. Dostlar, kəndimizin üstdən çəkilişini aparmaq istəyirəm. Qarşıda gördüyünüz qoşa şəlalədir. Şırıltısı gəlir bura. O bizə çox irad tuturdular ki, çadırdan bəstəyirdiniz, yer alınacaq çadırlarda yaşayan. Və o da bizim çadırlarımız həmən gün gəlib. Qurban kişinin çadırıdır o, maşının yanında. O birisi Yaşar müəllimin çadırı. Bərdən Məhəbbətin çadırıdır, görsənmir. Bu da Tapdığın çadırıdır. O da Hətəm müəllimin çadırı. O tərəfdə Eldar müəllimin çadırı və mənim çadırım qapımızda. Bu da kəndin. Bu kəndin mütləq əksəriyyəti bu evlərin 2 mərtəbədir. Elə bilirdilər ki, daxaldan baxaldan çıxmışıq. Baxın, bir dənə kiçik ev yoxdur. Hamısı böyük evlər, əksəriyyəti də mütləq əksəriyyətdə 2 mərtəbə olur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı ki, bugünkü gündə gəlib bu dağılmış yurtlarımızı ziyarət eləyirik. Bu çiçəklər zaten. Buradakı çiçəklərin nə sayı var, nə hesabı. Hər tərəf çiçəklik. Baxın, nə sakitçilikdir, suyun şırıltısı. Çayın şırıltısı bura gəlir. Bu da evlər. O Mirzəmin evinin yanında o Alban məbədinin biri orada olubdu. Mən onun hasarını çəkmişdim. O birisi de deyib, bax görsən talanın başı. O birisi de orada olubdu. Onun əşyaları çıxdı. Kəlbəcər muzeyinə vaxt təhvil verdilər. Kənd çox qədim kəndi olubdu. Heç tarixi bilinmir. O da qəbirstanlığa gedən yol, görürsən. Yumurdaş. Cökə. Arı üçün ən uyğun yer. Saralan ağacının hamısı cökədir. Demək olar